Gələcəkdə hər zaman haqq və ədalətin tərəfini tutan hakimlərdən biri olacağam. Sizin və özümün əziyyətini heç bir zaman yerdə qoymayacağam. Hər şey üçün çox təşəkkür edirəm. Hörmətli Reyhan müəllimə, mənə gələcəkdə bu vəzifəyə layiq bildiyiniz üçün sizə təşəkkür edirəm. İnşallah etibarınızı doğruldaram. Hörmətli Reyhan müəllimə, bu çətin peşəyə sahib olaraq sizin ümidlərinizi doğrultacağıma söz verirəm. Əziz Reyhan müəllimə, sizə söz verirəm ki, gələcəkdə həkim olub xəstə uşaqlara kömək edəcəyəm. Salam əziz Reyhan müəllimə. Siz mənə arzladığınız pilləyə qalxmaq üçün əlimdən gələni edəcəyimə söz verirəm. Hörmətli Reyhan müəllimə, hər şey üçün təşəkkür edirəm. Gələcəkdə inşallah məni müəllimə vəzifəsində görəcəksiniz. Mənə əziyyət çəkənlərə təşəkkür edirəm və söz verirəm ki, mən öz istədiyim peşəyə yönələcəyəm. Əziz müəlliməm, inşallah seçdiyim peşə ilə sizi sevindirərəm və sizin əziyyətinizi yerdə qoymaram. Hörmətli Reyhan müəllimə, gələcəkdə arzum budur ki, sizin kimi müəllim olub, uşaqlara elm və təsir öyrədim. Sizə söz verirəm ki, sizin əziyyətinizi yerdə qoymayacağam. Hörmətli Reyhan müəllimə, inşallah böyüyəndə rəssam olub sizin əziyyətinizi yerdə qoymaram. Hər şey üçün çox sağ olun, əziz müəlliməm. Hörmətli Reyhan müəllimə, bu vəzifəyə yiyələnib sizin fəxriniz olacaq. Reyhan müəllimə, hər şeyə görə təşəkkür edirəm. İnşallah gələcəkdə məni həkim vəzifəsində görəcəksiniz. Hər bir uğrunuz üçün sevinər Reyhan müəlliməmiz. Yaxşı ki, varsınız. Biz sizi çox sevirik. Hörmətli Reyhan müəllimə, hər şey üçün təşəkkür edirəm. Gələcəkdə pilot olaraq sizin əziyyətinizi doğruldacağam. Hörmətli Reyhan müəllimə, sizin ümidlərinizi doğruldacaq və gələcəkdə savadlı həkimlərdən biri olacağam. Hər şey üçün təşəkkürlər. Əziz Reyhan müəllimə, məni bu müəllimlik peşəsinə layiq gördüyünüz üçün sizə dərin təşəkkürümü bildirirəm. Reyhan müəllimə, diqqətiniz üçün təşəkkür edirəm. İnşallah inamınızı doğruldacam. Təşəkkür edirəm Reyhan müəllimə. Ümidlərinizi boşa çıxartmayacağam. Əziz Reyhan müəllimə,